11-ci bənd. Yol hərəkətində zəif iştirakçılar var. Kömək, müdafiəsiz iştirakçılar var. Onlar uşaqlardır. Hər an, hər yerdən çıxa bilir də bu potensiallar. Bunlarda çox böyük potensial var. Bir də gördün ki, elə yerdən çıxır adam qabağına. Kəskin tormuz verməlisən. Ona görə də uşaqlardan həmişə ehtiyatlı olun. Görürsünüz ki, uşaq yolun qırağında dayanıbdır və sizin sürətiniz çox deyil. Yenə də ayağınızı tormuza basın. Onun yanından yavaş-yavaş keçin. Yəni, qətiyyən möhkəm keçmək olmaz. Əlillərdir, yaşlılardır və velosipedçilərdir. Bu 4 nəfər yol hərəkətinin müdafiəsiz iştirakçılardır və siz sürücü olaraq borclusunuz ki, onların təhlükəsiz hərəkətini təmin etməlisiniz. Kör piyadalara harda olsa yol verməlisiniz. Yəni, normal piyadaya keçid olan yerdə yol verməyə borclusunuz. Kör piyadaya hər yerdə yol verməyə borclusunuz. Hardan bilək ki, bu adam gözdən əlildir və biz ona yol verməyə borcluyuq. Bunların xüsusi qaydası var. Onların ağ rəngdə əsaları olur. Əsa bu şeydir, bunun adıdır. Ağ rəngdə əsaları olur və o ağ rəngdə əsa yuxarı qaldırılıbsa, deməli bizə işarə verir ki, mən gözdən əliləm və mənə yol verməyinizi istəyirəm və siz məcbursunuz ona yol verəm.